həmişə demişəm də, dərman gətirsiniz Gürcüstanda. Niyə? Çünki bizim dərmanların keyfiyyəti yoxdur. Açıq şəkildə də deyirəm bunu. Və eyni dərman da Avropa aptekində 145 manata satılır. Biz Gürcüstandan 15 manata alırıq onu. 145 manata eyni tərkib, eyni qablaşdırma, eyni şey. Dəhşət. Biz fikir veriniz abi, dərmanın alma qiymətindən onun Bakıya gəlmə qiyməti eyni oldu. Niyə elə olmalıdır ki, qardaş? Niyə? Çünki sərhədlər bağlıdır. Elə bir kontrabanda keçirdirsən. Bəli. Niyə, qardaş? Bu adi dərmandır və icazəli dərman. Bir var tərkibi qarşı, adi dərmandır. Mən niyə onun 2 qat qiymət ödəməliyəm ki, oradan bura mən dərman keçirdim? Gürcüstan axı bizdən böyük dövlət deyil. Gürcüstan niyə məndən yaxşı dərman istifadə eləməlidir? Və məndən ucuz qiymətə? Mənim vətəndaşlarım isə bu vəziyyətdə Bəli, lazımsız. mən bax keçən Mən həmişə deyirəm ki, bizim dərmanların əksəriyyətinin tərkibi meldir. Heç bir təsiri yoxdur. Mən keçən səfər Zahir bəy bir dostumuza zəng elədim. Mən sözün düzü bu dərman adlarına bax nə edəcəkdim? Gürcüstandan gələn dərman, bizim burada adi aptekdə satılan eyni adlı, eyni qablaşdırmalı dərman, bir də eyni adlı, eyni qablaşdırmalı dərman Alman apteki dediyimizdən. Üçünün eyni dərmanını laboratoriyaya vermək istəyirdim. Çünki bunun tərkibini deyil. Tərkibinə baxaq, bəli. Azərbaycanda elə bir laboratoriya tapmadım. Dedilər Tapmazsa. bizdə yoxdur. Var, Tapmaz. o dövlət nəzarətində olan laboratoriya. Mən baxın qar partiya rəhbəriyəm də. Mən istəyirəm ki, bilim ki, bizim xalqımıza nə içizdirirlər bunlar. Ya mənim əzizlərim nə içir də gedib alıram da aptekdən bu dərman. Sən arxayınsənsə o kağızın içində ya mən bir laboratoriya tapmadım ki, dərmanları verim ki, bu üç dərman ödənişi nə qədərdir? Hansı ki, burada nə qədər müstəqil laboratoriyalar olmalıdır, 100% olmalıdır. Çünki sabah məhkəmə ekspertizası sən əlin oraya girməz, o dövlətdir. Filan, nə bilim, o idarələr var da, onların öz laboratoriyaları var, onlar da özəl qəbul siz elər. elə bunu Gürcüstanda da, Türkiyədə də yoxlatdıra O biz bilərsiniz. elə eləyəcəm axı. Götürəcəm birdim bizdən. Çox maraqlı olar özü. Qoy mən səhv çıxıb desinlər ki, Tural bəy, görürsünüz hamısının tərkibi eynidir. Və yaxud da ki, tərkib eyni olmayandan sonra mən artıq onu bura gətirdəndə deyəcəm ki, qardaş, bu nədir gətirdi bizə cəmaata içirdirsən? Düzdür ya yox. Bəli. Biz axı insanlarımız necə olur ki, qardaş, eyni dərmanlarla Gürcüstanda, eyni xəstəliyin, eyni dərmanlarla Gürcüstanda sağalırlar, bizdə ölürlər.